Salam hörmətli izləyicilər. Bu gün sizə complete with a sentence, yəni direct and indirect speech mövzusunda bəzi testlərin izahını verəcəm. Testlərə baxaq. Test olgusu 11-ci sinifdə nəzərdə tutulmuş test olgusundan 131-ci testdə nəzərə salaq əvvəlcə. Bu testdə biz görürük ki, suggest feili verilir. Suggest feili özündən sonra birbaşa gerund tələb edən feildir. Yəni birbaşa feil verəcəksə bu gerund olmalıdır. Bəli, birinci cavabımız doğrudur. Bunu götürüb doğru cavab kimi hesab edə bilərik. Digər məsələ. Biz suggestdan sonra hər hansı bir zət verə bilərik, amma zətdən sonra mütləq biz indiki zamanda olan bir feil verməliyik. Bəli, burada da cavabımız olacaq. Doğru cavabımız 2. 2 də doğru cavabdır. Və digər testimizdə 5 olacaq. 1, 2, 5 doğru cavabımızdır. İndi bu 4'ü niyə verə bilmirik? Çünki suggestdan sonra obyektal olmaz. Nöqtə atırıq və eyni zamanda suggestdan sonra yenə də obyektal olmaz. 3-cü bəndi də kənarlaşdırırıq. Digər testimiz 115-ci testdir. 115-ci testdə 5 cümlədən yalnız biri doğrudur. A variantına baxırıq. Suggestdan sonra keçmiş zaman olmaz. Çünki suggestdan sonra həmişə suggest sözü keçmiş zaman olsa da suggest feilindən sonra gələcək feil indiki zamanda olmalıdır. Çünki John təklif etdi ki, biz fasilə edək. Fasilə etməyimizi təklif etdi. Belə deyək. Burada feilimiz indiki zamanda olmalı. Yəni suggestdan sonra zət feili isə o digər feil, yəni ondan sonraki gələn feil indiki zamanda olmalıdır. Deməli, A variantında to keçmiş zaman olduğu üçün buna görə bu variantı biz kənarlaşdırırıq. B variantına baxırıq. B variantında yenə də obyektal verilib suggestdan sonra, bu da yanlışdır. Götürə bilmirik doğru cavab kimi. C variantına baxırıq. C variantında advance. Mürəkkəb tanımlıqdan bizə bəlli edir ki, advance feilindən sonra obyektal, daha sonra to verilməlidir. Bəli, bu da yanlışdır. To yoxdur. D variantı bir feildən sonra ikinci feili verilirsə, bu birbaşa ilk formasında ola bilməz. Bu da yanlışdır. Yəni burada da advanced to take a break, ya da advanced me nəsə belə bir şey olmalıydı. Doğru cavabımız bəli, Y variantıdır. Çünki suggest feili özündən sonra gerund tələb edir. Bəli, gerund gəlir və doğru cavabımız Y variantıdır. Digər testimizə baxaq. 138-ci test. Burada da bəli, birinci cavabımız doğrudur. Çünki suggest özündən sonra gerund istəyir və verir. Bəli, doğrudur. İkinci cavabımıza baxırıq. Suggestdan sonra zət ola bilər demişdik, amma ardındakı hərəkət indiki zamanda olmalıdır. Bəli, doğrudur. İkinci də doğrudur. Üçüncü cavabımıza baxırıq. Suggested having olmalı. Yəni, suggestdan sonra birbaşa feil verilirsə, gerund olmalıdır. Bu səhvdir. Buna görə götürənməliyik biz. Dördüncü bəndimizdə də to verib. Suggestdan sonra to qətiyyən olmaz. Bir mənalı səhvdir. Bu da yanlış variantdır. Doğru cavabımız olacaq 1, 2. Bu qədər hörmətli izləyicilər, növbəti izahlarda görüşmək ümidi ilə. Çox sağ olun.